işi bilməyən gətirib qoyanda o şeyin başına əlbəttə o nə istir eləyəcək. Deyəcək mən olsa bir il vaxt verib belə buranı talayım, dalayım. İşi bilməyən elə bax neçə ildir bax özün Neftçidə 3 dövr oynamısan. Özüm Neftçinin əfsanəsi olmusan qardaş. Neftçinin bu halına baxanda sən istərsən də bir veteran futbolçu kimi əziyyət çəkirsən. Hepsi Neftçinin Neftçi nə vaxt ardıcıl 2 il Avrokuboklardan kənarda qalıb. Neftçinin pis dövrləri olub, gedən vaxtında da olub, nə bilim ondan sonra 1-2 dövrdə də olub. Amma bu uzun müddətdə olmayıb da qardaş. Bu çempionluq bir kənara qoyduq bir qıraq indi. Qarabağın hegemonluğu var. Neçə ildir ardıcıl. İndi 2021-ci ildə Samir Abbasov gəldi, çempion elədi, getdi. Yəni Neftçi bununla da bitdi elə bir. Nə üçlüyə düşə bilir, nə Avrokuboklara gedə bilir. 28 milyon büdcə ilə bu komanda heç nə eləyə bilmir. Yəni pullar hara, necə, göyə sovrulur, niyə yenə lazımsız təzminatlar, lazımsız əcnəbilər, lazımsız məşqçilər. Yəni baxırıq ürəyimiz ağrıyır. Deyirik yenə də soymur ürəyimiz. Mən bilirəm ki, sən də hazırda bu vəziyyətdəsən. Kənardan izləyərək. Kənardan izləyirsən, neftçilidən başqa orada hamı işləyir. Məsələn də, bir günlər götürsək, Neftçi komandasında tarix yazan futbolçular var. İstər... Qardaş, elə biri sən olmuşsan. Avrokuboku düşmüşəm, çempion olmuşam. Amma biz kənarda... Avrokuboklara düşərkən vurduğun qollar. Əlbəttə, qıraqdayıq, amma Neftçi aid olmayan insanlar orada işləyir. Sayla saya bilərəm. Əlbəttə eləsin olacaq. Özümüz də görürük ki, 3 aydan bir, 4 aydan bir, 5 aydan bir 5 dənə futbolçu çıxdı. Futbolçu getdi, gəldi. Obisi futbolçu gəlir. 5 dənəsi getdi, obisi gəlir. Obisi nəyə oxşatdı? Biz Lənkəranda oynayan vaxtı da belə idi. Hər 3 aydan, 4 aydan, 5 aydan bir baxırdım 5 dənə legioner göndərirdilər, 6-sı gədirirdilər. 6-sı yollayırlar, 7-si gədirirdilər. Özünüz də qalmısınız ki, bu nəyə baş verir? Hə, sonra da sən də gətirəndə də bəhanən olur axı. Deyirsən ki, bu futbolçu elə bura uyğunlaşmalıdır. Azərbaycan çempionatına nəyə uyğunlaşmağı? Bu Türkiyə çempionatı çətindir ki, ora hər gələn legioner orada oynaya bilmir. Burada kimi qoysan hansı legioner? Təzyiq də yoxdur ki, deyəsən azarkeşdir. Azarkeş təzyiq elə, oradan nə şikayət eləyir ki, buna legioner. Buna gətirirsən, qardaşım, 10 dənə gətirmə, 5 dənə legioner gətir, səviyyəlisini gətir. Qoy həmən o 5 dənə legioner də o Azərbaycanlı futbolçuya da xeyir versin. O da öyrənsin də, görüb götürsün nəsə. Bəli. Məsələn, bizim vaxtımızda biz legionerdən tələb edirdik. Nəyə görə? Bizim Ruslan da Neftçidə oynayır, mən də oynamışam. Bizim vaxtımızda Stir Flaviniosu, Pertucci soldan oynayırdı, Braziliyanın 21-ində oynayırdı. Nice. Samolyot. Zadni Zaşin Mitresk oynayırdı. Mitresk Spartak Moskvadan tutmuş. Mitresk. Ona Bakıda oynamış. Abramidze'nin özü. Sonra Vobay'ın özü. Məsələn, Ramos gətirmişlər ortaya. Kanaris gətirmişlər Napadaşı. Bunlara baxırdın ki, ən azından həmən vaxtda Bəxtiyar Musayev idi bizdə də. Ay sağ ol. Yadındadır gedirdilər bir ay. Gedirdilər Braziliya, Uruguaya, Çiliyə, oradan seçirdilər, gətirirdilər. Bilirdin ki, gözlə baxıb gətirirdilər də. Bunlar komandanı istəyirlər. İstəyirlər ki, bayaq dedin Neftçilik. Bəli. Bunlar komandanı istəyirlər deyən, ona gəlib səviyyəli liginə gətirirlər. İndi Neftçidə heç Neftçilik yoxdur. Vallahi kimin deyirlər, ad bilmirsən hardan gəlib, neyini. O əlbəttə o Neftçini istəməyəcək. Prosta burada yazıq azarkeşləri olur. Sağ olsun Neftçi azarkeşləri yağışda, çamurda, qarda buradan gedirlər səfərə, səfərdən öz hesablarına gedib gəlirlər bunlar. Bizim vaxtımızda biz Neftçidə oynayanda ən azından onlar o yağışda, qarda gələndə heç olmasa baxırdılar ki, biz mübarizə aparırıq, oyunudur. Ona görə də onlar heyfsilənmirdilər. Bax indi meydana gələn azarkeşlər o ruhu görmürlər. Neftçi futbolçularında o deyirsən can qoyurduq. O can qoymanı, o ruhu görmürlər futbolçularda.